Değerli qardaş Habil müəllimin bugün gözəl iki erişi var. Biri Azərbaycan ududur, biri də kamançası. Ne üçün Azərbaycandır? Bu Habil usta bir dəfə demişdi mənə ki, yəni Azərbaycanlığa məxsus şəkildə düzəltmişəm. O baxımdan mən buna Azərbaycan udu kimi qələmə verirəm. Allah canını sağ eləsin. Bir də kamançadır. O kamança haqqında müəyyən bir məlumat. Qeyri-adi bir şeydir. Bir zəhmət olmasa məlumat verərdiniz. Qeyri-adi şeydir. Tut və qoz ağaclarından düzəldilmiş hissə. Yarpaq da yəni. Yarpaq şəklində hissə düzəldilmiş. Kamançadır. Kamança. Təbii ağacdır elə, təbii rəng. Təbii, hər Yəni şey heç bir burada təbiidir. rəng yoxdur ki, Yox, sarı yox. Ancaq tut və qoz ağaclarıdır. və mikroton da qoymusunuz, görürük. Mikrokök də var. Bəli. Göründüyü kimi aşıqlar da ebayında aşıqlar. Aşıqlar da öz Bəli, istehsalınız. o da mənim istehsalım, ixtiramdır. Ebayında aşıqlar, isti suya davamlı. Təcrübədən keçirmişsiniz, hə? Bəli, Mütləq bəli, şəkildə. bəli. Göz qabağında. Və utaq. Buradakı bizim Sumqayıta düzəltdiyim 4-5-ci uddur. Bu lap son udumdur mənim. Təbii ağac. Bəli, təbii. Hamısı bunlar Təbii, bir dənə rəh vurulmayıb. təbii. Ağacın özünün gözəlliyidir. Bəli, buyur. Qatar lazım. Əziz dostlar, yəni usta Habil Şahinoğlu'nun bir çox hər işləri var. Kanunla bağlı var. Bəli. Bir sıra alətlərlə bağlı var. Nə bilim, qədim alətlərlə bağlı. Vaxtı ikən rəhmətli Məzun Kərimov üçün də müəyyən alətlər düzəltmişdi. Sonra bizim gözəl alim professorumuz Abbasqulu Nəzarzadə üçün də xeyli alətlər düzəltmişdi. Yəni bunlardan Habil Əliyev bizim xalq artistimiz, kamança ifasını Habil Əliyev üçün əsas kamança düzəltmişdi. Yəni bir sözlə Allah sizə can sağlığı versin. İşlərinizə uğurlar arzulayıram. Gözəl tamaşaçılarımıza da bizi sona qədər dinlədiyinizə görə sizə minnətdarlığımı bildirirəm. Vaqif məqbərəsi. Onu da göstərəcəm. Vaqif məqbərəsi. Ucalarlar başında. Bəli. İnşallah o gün olsun sən onu yaşadığın yerdə, Şuşada aparıb onu o yerində qoyasan. Hansı ki sən oradan götürmüsən. Bəli. Allah köməyin, Allah arzuya çatdırsın Çox sağ inşallah. ol əzizim. Çox sağ ol.